İmam Rza əleyhissalamın bu müqəddəs şəhərində hər birinizə duaçıyıq, hər birinizi yad edirik. Əzizlərimiz də bu cür gözəl verilişlərə dəstək olsunlar, baxsınlar, paylaşsınlar. Çünki burada danışılanlar Əhl-i Beyt əleyhissalamın məarifidir. O gün olsun İmam Zamanın, Əcrəllah Fərcov Şərifin zuhurunda, həcc mərasimində bu Qurban Bayramını qeyd edək. Kabab eləsin, yesin, söhbət bitsin. Qurban kəsməyinin bizim üçün mənəvi mesajları var ki, əsası budur ki, biz qurban kəsməklə nəfsimizi də zibh eləməliyik. Qurbanını qurban kəssin. Zəmanə elə zamanadır ki, fasilələrimiz çoxalıb. Yəni hətta baxırsan yaxın qohumdur, qardaşdır, bacıdır, əmidir, dayıdır, bibidir. Qohumlarla əlaqə fasiləsi çoxalıb. Bayramlar bizə deyir ki, silə rəhm bu günlərin əsas əməllərindəndir ki, yerinə yetirməyi çox tövsiyə olunur. Gedib qohumlara baş vurasan, fəqirə verdiyimiz salamla varlıya verdiyimiz salam arasında fərq var. Əgər fərq varsa gərək özümüzü düzəldək, səhv deyil. Əgər fərq yoxdursa xoş halımıza ki, Allah Taala da bunu sevir, bunu bəyənir.